Kanalımı diqqətlə izləyən izləyicilərim mütləq biləcək ki, bu keçmiş videodur və fərqi mütləq rəydə yazarsınız. Qızlar, bu sifarişdə yoxdur. Demək olar hər kateqoriyadan məhsul sifariş eləmişəm. Gümüş iyonlu fırça antibakterial tərkiblidir. Bunun qoxusuna ürəyiniz gedəcək, o dərəcə şəkər qoxusu var və bu isə çox gözəl yumşaldır əlləri. Bu seriyanın isə bütün məhsullarını istifadə edirəm. Əlləriniz çat verəcək və qanayacaq dərəcədə quruyursa, heç bir əl kremi işə yaramırsa, bu ayaq kremini istifadə edin. Əgər saçlarınız tez yağlanırsa, mütləq bunu sınayın. Hər əllərinizi yuduqda isə iştaha gələcəyiniz maye sabundur bu. Daha təbii inqridiyentlərdən ibarət üz yuma gelidir bu. Çox qəşəng qoxusu var. Ailəlikcə istifadə edə biləcəyiniz universal krem. Saç vellerini isə şampununu da istifadə edirəm. Artıq ikinci flakondakı bitirirəm. Keçid edirik paltarlar üçün aldığım maye yuyucu vasitəyə. İlki qara paltarlar üçün, bu isə daha incə materialı olan paltarlar üçündür. Bu seriyadan olan sprey və yuyucu tozu birlikdə alıb istifadə etsəniz, necə ağardıcı effekti olduğunu özünüz görəcəksiniz. Antiqırış effektli təravətləndirici spreydir. Tom Ford Lost Cherry ətrini ala bilmirsinizsə, mütləq bu kremi alın, çünki qoxusu möhtəşəmdir. Bu ətri ilk dəfədir ki alıram, sınadıqda bildirəcəm. Fərqli qoxu axtarırsınızsa, bu ikisini sınaya bilərsiniz, amma mən elə də bəyənmədim, çünki tünd gəldi mənə qoxusu. Seni isə çox bəyəndim.